Robotların şəhərində hər şey qaydasına görünürdü. Robotlar insanlarla birlikdə işləyir, şəhəri qoruyurdular. Aynişan pəncərədən küçədəki robotları seyr edirdi. Birdən yüksək səsli siqnal eşitdi. Şəhərin ekranlarında parlaq xəbər yanıb sönürdü. Aynişan məktəbə qaçdı, yolda Səxavətlə qarşılaşdı. Müəllim dedi ki, bugün Firebotun necə işlədiyini görəcəyik. Sistem otağına girən kimi böyük ekran açıldı. Müəllim dedi: Tanış olun, bunlar şəhərin fövqəladə qəhrəmanlarıdır. Firebot, Rescuebot və Metro. Birdən ekranda görüntü başladı. Şimalda alov getdikcə böyüyürdü. Firebot dərhal hadisə yerinə uçdu. Alovların üzərinə su və xüsusi soyuq buxar püskürdü. Rescuebot dağıntıları altında düşən insanları xilas etdi. Metron isə onlara tibbi yardım göndərdi. Hər kəs heyrətlə baxırdı. Aynişan dedi: Robotlar sanki insan kimi düşünüb hərəkət edir. Səxavət başını tərpətdi. Unutma, onları insanlar öyrədir. İnsanlar sevinclə əl çaldılar. Aynişan gülümsədi. Robotlar sadəcə texnika deyil, onlar həyat xilas edir. Səxavət əlavə etdi. Sistem öyrənmək gələcəyin qəhrəmanlarını yaratmaq deməkdir.